Salam, hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günləri biz Göyçayın Üngütlü kəndindəyik. Yəni, bildirim ki, biz şəhidləri həmişə ziyarət edirik. Şəhidlər bizim baş tacımızdır. Və bu gün də Göyçayın Üngütlü kənd şəhidi Həsənov Niyaz Əlisahaboğlu'nun, yəni Əlisaoğlu'nun ziyarətinə gəlmişik. Gördüyünüz kimi, bəli, şəhidimiz 94-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yəni şəhid düşmüşdür. Biz həmişə doğrudan da bugünkü gündə şəhidlərimizi hər bir yerdə anırıq. Çünki şəhidlər doğrudan Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olmuşdur. Onlar bizim Qarabağ torpaqları bugün artıq özümüzə qayıtmışdır və bugün də bizim şəhidlərimizin ruhu şaddır. Ona görə ki, doğrudan da bugün Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin böyük siyasəti, onun müzəffər ordusunun gücü, şəhidlərimizin qanı və bugünkü gündə xalqın birləşməyi nəticəsində 44 günlükdə Azərbaycanın Qarabağ bölgəsi özünə qayıtdı. Və bu xalqı doğrudan bugün çox sevindirir. Biz də şəhidlərimizi anırıq daima. Çünki onlar yaşayır, onlar daima xalqın yanındadır, bizim yanımızdadır. Biz də şəhidlərimizin yanındayıq. Gördüyünüz kimi, bəli, 94-cü ildə bizim şəhidimiz yəni Üngütlü kənd qəbirstanlığında dəfn olmuşdur. Qardaşı da burada iştirak edir tədbirdə. Mən onların, belə deyək, böyüdüb başa çatdıran valideynlərinə minnətdaram ki, doğrudan da onlar vətən üçün igid oğullar yetişdiriblər. Yəni, bütün o şəhid valideynləri hər biri doğrudan da igiddir, qəhrəmandır ki, elə evlad yetişdirilər və xalqımızın azadlığı, müstəqillik uğrunda canlarını fəda edirlər. Biz də hər birimiz burada, bugünkü gündə, bu ziyarətdə, şəhidimiz ziyarətində qürur hissi ilə onu anaraq bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı öz şəhidini daimi, əbədi olaraq yaşadacaqdır. Və bu tədbirdə iştirak edən hər bir bizim yoldaşlarımız da hər biri doğrudan da daima bax bizim şəhidlərimizin tədbirində iştirak edirlər, şəhidlərimizi anırlar. Vətən öz şəhidini unutmuş. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan şəhidi. Bəli, şəhid dedikdə qürur hissi ilə bu adı çəkirik. Şəhidlik zirvəsi ən böyük zirvələrdən biridir. Və biz də daima demək, nə qədər bu həyat var, nə qədər Azərbaycan var, şəhidlərimiz də daima anılacaq və yaşayacaqdır. Hər kəsə işində, xidmətində uğurlar diləyirəm. Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah rəhmət eylesin. Oradan da qısa qiyamətə qalmadı. Allah şəhidlərimizin ruhunu şad eləsin. Başqa sizin. Başqa kimsə söz demək istəyir. Şəhidimizin qarşısında Allah köməyiniz olsun, Allah razı olsun. Günlərim bura hamı eyni məqsədə yürür. Bəli. Məqsəd hamıda eynidir. Başqa məqsəd yoxdur. Allah şəhidlər, bütün şəhidlərimizə rəhmət eləsin. Yaxınlarına dərin baş sağlığı verirəm. Səbir versin hamısına. Allah sizlərə səbir versin. Allah köməyiniz. Allah onlara bir daha nətər deyərlər, rəhmət eləsin. Amin. Amin inşallah. Bir kəlmə bu.